Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha ente veliyyuha ve mevlaha. Babu men tebaraka bi şeceretin ev hacerin ve nahvihima. Ağac, daş və bunun kimi şeylərdən təbarruk etməyin hökmü babı. Deməli, biz Əbu Vaqid Əl-Leysi radiyallahu anhunun hədisi üzərində qalmışıq. Əbu Vaqid Əl-Leysi deyir ki, xaracna mə'a Rasulillah sallallahu aleyhi və səlləm ilə Huneynin və nəhnu hudəsəv ahdin bi kufr. Deyir, Allah Resulü sallallahu aleyhi və səlləmlə bərabər Huneynə çıxdıq və biz küfrlə əhdimiz yaxın idi bizim. Yəni, küfrdən yenicə çıxmışdıq. O deməkdir ki, yəni, biz İslamda yeni idik. Bunu nəyə görə qeyd edir? Düşdükləri xətaya görə, düşdükləri xətaya göstərilən üzürü ifadə etmək üçün. Bunu qeyd edir ki, yəni ki, bizim bu düşdüyümüz xəta səbəbi nə idi? Biz küfrdən yeni çıxmışdıq. Yəni ki, İslamda yeni idi. Ona görə tövhidin bəzi furu məsələləri bizə nədir? Qaranlıq qalmışdı. Və buna görə də elm əhli deyirlər ki, İslamda yeni olanların yəni düşdükləri xəta, yəni o üzürləri bu qəbuldur. Yəni, onların, İslamda yeni olanların düşdükləri xətada olan üzürlərini qəbul edirlər. Və deyir ki, وَلِلْمُشْرِكِينَ سِدْرَةٌ يَعْكُفُونَ عِنْدَهَا وَيَطُوفُونَ بِهَا وَيُنُوتُونَ بِهَا أَسْلِحَتَهُمْ يُقَالُ لَهَا ذَاتُ أَنْوَاتٍ. Və müşriklərin ağacı var idi, sidr ağacı, silahlarını o ağaca asardılar. Daha doğrusu onun yanında oturardılar, sığınardılar o ağaca və silahlarını o ağaca asardılar. O ağaca zətu ənvat deyilir. Zətu ənvat. Zət sahib deməkdir, ənvat asılan deməkdir. Yəni asılan şeylər ağacı. Hansı ki, həmin o müşriklər o ağacı təzim edirdilər və təbərrük edirdilər o ağacdan. Təbərrük edirdilər. Yəni hədisdə keçən yaqufuna kəlməsi bunu ifadə edir. Yaqufuna, yəni bir şeyə bağlanmaq, sarılmaq, onun ətrafına yığılmaq mənasındadır. Təzim qəsdi ilə, ona yaxınlıq qəsdi ilə. Necə ki, Allah Teala buyurur, İbrahim əleyhissalam deyir ki, İz qalə li əbihi və qavmihi mə həzihi təməsil əlləti əntum ləhə akifun. İbrahim öz atası və qövmünə dedi ki, sığındığınız, ətrafına toplaşdığınız bu bütlər, bu heykəllər nədir? Deməli, bu hədisin də fəslə olan münasibəti budur. Təbərrük edirdilər həmin ağacla. Yəni, müşriklərin o ağacda etdiyi əməllərdən birisi də nə idi? Təbərrük idi. Sonra deyir ki, فَمَرَرْنَ بِالسِّدْرَةِ فَقُلْنَ يَا رَسُولَ اللّٰهِ اِجْعَلْ لَنَا ذَاتَ أَنْوَاتٍ كَمَا لَهُمْ ذَاتُ أَنْوَاتٍ. Və biz deyir, bir sidr ağacının yanından keçdik və dedik ki, ey Allahın Rəsulu, yəni yadlarına düşür ki, müşriklərin ağacı var idi, hansı ki, ona silahlarını asırdılar. Dedik ki, ey Allahın Rəsulu, bizə onların sidr ağacı olduğu kimi bizə də belə bir ağac düzəldi. Onların silahların asdıqları ağac olduğu kimi bizə də belə bir ağac düzəldi. Deməli, bu əvvəl onu göstərir ki, biz qeyd etdik ki, istər salih, istər abid olsun, nədir? İstər alim olsun, hansısa məsələ ona gizli qala bilər. Hansısa məsələ gizli qala bilər. Hansısa elmi məsələ gizli qala bilər. Bu açıq aydın buna sübutdur bu qissə. Baxmayaraq ki, azlıqda olsa, bəzilər olsa, dində yeni olsalar belə, yəni görsənən odur ki, onlara bu məsələ gizli qalmışdı. Çünki küfrdən
təzə çıxmışdılar. Yaxşı, indi bu səhabələrin bəzilərinin bu sözün hökmü nədir? Əsas məsələ. Bu sözün hökmü nədir? Nədir o söz? Dedilər ki, Allahın Rəsulu onların ağacı kimi bizə ağac düzəldi. Bu sözün hökmü barədə əsas olan, yəni belə deyək, 3 görüş var alimlərdə. Məşhur olanı 2 görüşdür və daha doğrusu o 2 görüşün bir görüşüdür. Onu da qeyd edəcəm. Birinci görüş odur ki, bunların bu sözü, yəni səhabilərin bu söz deməklə düşdükləri məsələ böyük şirk olmuşdu. Yəni səhabilər bunu deməklə böyük şirkə düşdülər. Səhabilər deyəndə ağlınız getməsin, yəni belə böyüksə. Biz keçən dərs qeyd etdik ki, bunlar İslamda yeni idilər və İslamda mütəməkkin olan, yəni dində, elmdə, yəni bunu bilən səhabələr kimi deyildi bunlar. Yəni bildiyimiz, tanıdığımız Raşidi xəlifələr, həmçinin alim səhabələr bunların daxilində, çevrəsində deyildi və onlardan da bu şey əsla gözlənilməzdi. Deyirlər ki, birinci görüş odur ki, bəzi elm əhli deyib ki, azlıqda olan bunların düşdüyü böyük şirkidir. Niyə görə? Deyirlər ki, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bu məsələni çox böyük təzimlə qarşıladı. Məsələni böyütdü. Dedi ki, Allahu Akbar. Və bir rivayətdə Subhanallah, yəni Subhanallah, yəni ki, Allah münezzəhdir sizin bu sözünüzdən. Allahu Akbar, Allah daha böyükdür. Siz nə deyirsiniz? Və həmçinin üstəlik Bənu İsrailin tələbinə bənzətdi. Bənu İsrailin tələbinə bənzətdi. Dedi ki, Allahu Akbar innəhə sunan. Qultum vəllazi nəfsi biyədi kəmə qalə Bənu İsrail icəllənə iləhən kəmə ləhum əlihə innəkum qovmun təcəhəlun. Sonra dedi ki, lətərkəbunnə sunanə mən kənə qabləkum. Peyğəmbər s.ə.v. Allahu Akbar deyəndən sonra, Allah ən böyükdür deyəndən sonra, bu dedi, gedilən bir yoldur. Nəfsim əlində olan Allaha and olsun ki, Bənu İsrailin dediyi kimi dediniz. Bənu İsrail Musa aleyhissalamı demişdir ki, bizə onların ilahı kimi bir ilah düzəldi. Həqiqətən siz cahil bir qövmsüz, bu ayədir. Sonra deyir ki, sizdən öncəkilərin yolu ilə gedəcəksiniz. Sizdən öncəkilərin yolu ilə gedəcəksiniz. Deməli, deyirlər ki, təşbih yönündən Bənu İsrail o vaxt ki, Allah subhanahu wa ta'ala Musa aleyhissalamı və onun yanında olan möminləri iman gətirən, o imanlarına görə onları Fironun əsatirindən azad etdi və dənizdən keçdilər. Sonra Firon və qövmü daxil olanda qərq oldular dənizdə. Onlar dənizdən sonra, dənizi keçəndən sonra həmin o Musa aleyhissalamın olan o iman əhli müşrikləri görürlər. O müşriklər ki, onların bir ibadət edəcəkləri bir bütü var. Bütə ibadət edən bir tayfa görürlər. Həmin Musa aleyhissalamdan olan, Allahın xilas etdiyi o dəstə. Və Musa aleyhissalama bu söz deyirlər. Deyirlər ki, o müşriklərin, yəni onların ilahı kimi, özü bu formada, ilahı kimi, onların ilahı kimi bizə bir ilah düzəldi. Bunu kim deyir? Musa aleyhissalamın yanında olanlar. Onların ilahı kimi bizə ilah düzəldi. Təsəvvür edirsiniz yəni. Müşriklər görürlər ki, inəyə, buzoya və yaxud hər hansı bir bütə ibadət edirlər. Bunlar da tələb edirlər ki, onu kimi bizə bir ilah düzəlt. İlah yəni məbud. Biz də onlar kimi ibadət edək. Və deyirlər ki, bu da nədir? Böyük şirkdir. Böyük şirkdir. Bu görüşdə olan alimlərdən birisi İbn Bazdır. Rahiməhullah. Yaxşı, bunlara iradə ediləndə ki, bəs nəyə görə Allah Rəsulü sallallahu əleyhi və səlləm onları təkfir etmədi? Niyə mürtəd olmadılar? Əgər böyük şirk edirsə. Deyirlər ki, çünki İslamda yenidilər. Deyirlər ki, İslamda yeni idilər. Demək ki, İslamda yeni olmaq, küfürdən yeni çıxmaq təkfirə mane imiş.
Baxın, hətta yəni bunu deyən alimlər belə demələri ki, ona görə mürtəd olmadılar ki, ona görə Peyğəmbər s.ə.v onları təkfir etmədi. Çünki onlar İslamda yeni idilər. Bu istisna nəyi göstərir? Deməli, əgər onlar İslamda yeni idilərsə, buna görə təkfir olunmadılarsa, deməli, İslamda yeni olmayanlar onların etdiyini etsəydilər, təkfir olunurdular. Aydın oldu mu? Yəni, kimlər ki deyirlər ki, bunu böyük şirkdir bu. Səhabələrin bu dediyi. Yaxşı, niyə görə o zaman İslamlarını yeniləməyi əmr etmədi Peyğəmbər sallallahu əleyhi və səlləm? Deyirlər ki, çünki İslamda səhabənin öz ifadəsi ilə nəhnu hudəsə bi əhd bil kufr. Hudəsə və əhd bil kufr. Küfrdən yeni çıxmışdıq. Deyirlər ki, səbəb budur. Deməli, bunu istisna etmələri onu göstərir ki, deməli, əgər İslamda yeni olmasaydılar, təkfir olunardılar. İslamda yeni olmasaydılar, təkfir olunardılar. Bu, deməli, birinci görüşdür. Birinci görüşdür, bunu deyən çox azlıqda, yəni bəlkə də sayılacaq qədər az olan miqdarda deyən alimlərdir ki, bunların bu tələbi böyük şirkidir. İkinci görüş odur ki, səhabələrdən və ya orada olanlardan bəzilərinin bu sözü əslən şirk deyildi. Nəinki böyük. Heç kiçik belə şirk deyildi deyirlər. Yəni şirk deyildi əslən. Yəni nə böyük, nə də kiçik. Ən çox deyilən bir şey olacaqsa deyirlər bunların bu əməlinə, feylinə, sözlərinə bidət. Şimdi bu bidət idi. Nəyə görə deyirlər ki, onlar əvvəla Peyğəmbər sallallahu əleyhi və səlləmə yönəltdilər məsələyi. Peyğəmbərə nədir? Dedilər. Sanki soruşurmuş kimi. Sanki məsələnin elə bil ki, istifsar edirlər. Məsələni sanki araşdırırlar. Sanki fətva alırlar. Ki, bunu belə etsək nə olar? Nətər olar? Yəni, Peyğəmbərə qaytardılar, deyirlər, şəriətə qaldırdılar məsələni, öz başlarına heç nə etmədilər. Gedib, yəni ki, ağacdan nəsə tələb etmədilər, nəsə istəmədilər. Gedib 5 saniyə, 10 saniyədə olsa, nəsə edə bilərlər ağacdan. Elə deyilmi? Asa bilərlər silahlarını və s. Amma deyir, bunu etmədilər. Peyğəmbərə qaytardılar. Sanki Peyğəmbərə deyirlər ki, Allaha dua et, bizim üçün bir ağac təyin etsin, sonra və yaxud sən ağac təyin et, sonra Allaha dua et ki, Allah o ağacı bərəkətli etsin, Allah o ağaca bərəkət qoysun. Çünki bilirdilər axı bu bərəkəti verən Allahdır. Yəni Allah bir şey bərəkət qoyarsa, o şey bərəkətli olar. O şey bərəkətli olar. Necə ki, Kəbənin bərəkətli olduğu kimi. Elə deyilmi? Peyğəmbər məscidinin bərəkətli olduğu kimi, Zəmzəmin bərəkətli olması, Qur'anın bərəkətli olması, Peyğəmbərin özünün mübarək bərəkətli olması, möminlərin bərəkətli olması. Bilirdilər ki, bu bərəkəti qoyan Allahdır. Eləcə də ağac olsun, Allah ona bərəkət qoysun, Allah ona bərəkət versin. Biz də məsələ ağaclarımızı silahlarımızı o ağaca asaq, o ağacda Allahın o verdiyi bərəkətdən silahımıza da keçsin. Silahımıza da nədir? Keçsin. Və bu dediklərini də hədisdə keçən yanutuna bihə əslihətəhum kəlməsi ilə yəni əsaslandırırlar ki, hədisdə deyib, axı, onlar silahlarını asardılar. Silahlarını asardılar. Deməli, müşriklərin ağacla ilgili etdiyi əməllərdən birisi nə idi? Silahlarının asması. Silah asanda, yəni nə deməkdir bu silah asanda? Sadəcə silah asır, məsələ kənara çəkilir. Niyə edir bunu? Bərəkət. Şimdi etiqad edir ki, o ağacda bərəkət var, silahlarını asırlar. Yəni müşriklərin o ağacla etdikləri təkcə bu deyildi.
Onlar həmçinin onun yanında biz keçən dərs qeyd etdik ki, təzim edirdilər o ağacı. Elə deyilmi? O ağacın yanında məsələn dini ayinlər də edə bilərdilər. Qurban da kəsə bilərdilər məsələ. Çünki təzim edirdilər o ağacı. Eyni zamanda silahlarını da asırdılar. Yəni əgər silahlarını, sırf silahlarını asmaq feilini təkcə digər etiqadlardan mücərrəd eləsək, təmizləsək, onda təkcə silah asmaq məsələsi burada şirk olurmu? Yəni silahın dili mi var ki, desin, yağ açmağa kömək elə? Yox, bunu müşriklərin özü edə bilərdi. Özü deyərlər ki, ağacdan kömək istəyə bilərdilər. Hə. Yəni, bu əməlləri ilə bir yerdə müşriklərin bu əməli şirk idi. Təzim etmələri, ağaca sığınmaları, ağacın ətrafında tutmaları, təbərrük məqsədi ilə silahlarını asmaları, hamısı bir yerdə böyük şirk idi. Amma burada bunlar sadəcə müşriklərin hansı əməlinə baxdılar. Dedilər ki, bizə elə bir ağac düzəldi. Onlar, məsələ, tutaq ki, ağaca səcd edirlər, biz də ağaca səcd edək. Onlar, məsələ, ağaca sığınırlar, biz də sığınaq. Onlar ağacı təzim edirlər, Allah'a şərik qoşurlar, biz də edək. Bunu mu istədilər? Yoxsa onlar ağaca silah asırlar, biz də asaq. Yoxsa bunu mu istədilər? Ha? Asını istədilər? Yəni, bu görüşü deyənlər, deyirlər ki, onların istədiyi buydu, şək yoxdur. Yəni, bundan artığını da düşünmək olmaz axı o səhabələr barədə ki, onlar ağacı Allah'a şərik qoşmaq istəyirdilər. Onların istədiyi buydu ki, silahımızı asaq və bərəkət olsun o ağacda, Allah bərəkət versin, o bərəkətdən də silahımıza keçsin. Deməli, deyirlər ki, onlar baxın birbaşa gedib ağacdan nəsə istəmədilər, nəsə bir ağac barədə bir etiqadları yox idi. Nəsə bir etiqadı yox idi ki, ağac nəsə qadirdir. Çünki belə hətta ağacın bərəkətli olmasına belə etiqadları yox idi. Çünki o ağacın yanından keçəndə bunların belə bir etiqadı olsaydı ki, bu sidr ağacında bərəkət var. Ona görə müşriklər məsələn bundan bərəkət umurlar. Bunların belə bir etiqadı olmuş olsaydı nə edərdilər? Heç peyğəmbərə heç bir şey demədən sallallahu əleyhi və səlləm gedərdilər, silahlarını asardılar, bir şey edərlər, məhz edərlər ki, ağacda bərəkət var, bizə gəlsin. Etdilərmi bunu? Etmədilər. Aha, etmədilər. Deməli, nə etiqadi olaraq, nə əməli olaraq şirk olarak bir şey görsənmədi bunların əməlində. Bir şey yoxdur, ortaya çıxır. Şirk nədir? Allaha ortaq qoşmaqdır. Bunlar harada nədə Allaha ortaq qoşdular? Buna əsasən deyirlər ki, onların etdiyi nədir? Şirk deyildi. Nə böyük, nə də kiçik. Sadəcə Peyğəmbər s.ə.v niyə onu belə qarşıladı yaxşı? Niyə dedi Allahu Akbar? Hə? Siz Bənu İsrailin dediyi kimi dediniz və s. Deyirlər ki, çünki müşriklərin bu ağacı var idi. Elə deyilmi? Müşriklərin ibadət etdiyi sidr ağacı var idi. Özlərinin. Hətta bununla qarışıq düşməsin deyə. Laf məsələ tutaq ki, ola bilər, Allah qadirdir hər şeyə. Allah bərəkət qoydu o ağaca. Siz də gəldiniz ondan bərəkət üçün silahlarınızı astınız. Və eyni zamanda müşriklərin də ağacın yanında bir feilləri var. Bu qarışıq düşmə ehtimalı var, yoxsa yoxdur? Ha? Demək ki, sənin əməlin hətta məsələn tövhid olsa belə, amma müşriklərin də həmin ağacla bağlı əməlləri olduğuna görə, bu qarışıq düşdüyünə görə, sənin əməlin üzündən müşriklərin hansısa əməli doğrulana bilər deyə. Aydın olur mu fikir? Ona görə Peyğəmbər s.ə.v şiddətli şəkildə qadağan edib bunu. Şirkin bütün yollarını yəni bağlayıb bu yolla. Məsələn, Peyğəmbər s.ə.v müşriklərin etdiyi bayram törənləri, məsələn, haradakı qurbanda kəsiblər bütlərinə, orada Allaha belə qurban kəsməyi, Allaha belə ibadət etməyi, məsələn, çəkindirməsi həmən bu yönləndir. Müşriklərin etdiyi əməllə müvahhidlərin etdiyi əməl bir-birinə qarışıq görsənməsin. Hətta nəyə? Kimsə çıxar artıq demək ki, burada müvahhidlər də nəsə əməl edirlər. Deməli, müşriklərin etdiyi əməl də burada nədir? Caizdir. Belə olanda artıq bu bir növ, bu bidət, yəni buna görə bidət deyirlər buna. Yəni bu elə bir ağır bidətdir ki deyirlər. Bu hətta bu cür yavaş-yavaş kiçik şirkə, yəni o məkanın təzim edilməsinə gətirə bilər. Sonra da artıq böyük şirkə də nədir? Gətirib çıxarda bilər.
Ona görə deyirlər ki, bu böyük şirk və kiçik şirk deyil. Bu ikinci görüşüdür. Üçüncü görüş odur ki, bunların dediyi, səhabələrin düşdüyü bu sözləri ilə düşdüyü şey kiçik şirkidir. Kiçik şirkidir. Və bu görüşə meyl edən də müəllifin özüdür. Müəllifin özü də bu görüşə tərcih edir, meyl edir ki, bu kiçik şirkidir. Yaxşı, əvvəla niyə görə buna kiçik deyirsiniz, böyük demirsiniz? Deyirlər ki, ona görə böyük şirk deyildi ki, bu böyük şirkə rəddiyə verirlər, böyük şirk olmasına cavablar verirlər. Deyirlər ki, deməli cavablarımız doğru olandan sonra nə qalır? Sadəcə kiçik şirk qalır. Sadəcə kiçik şirk qalır. Çünki Peyğəmbər s.ə.v bu cür bənzətməsi, bu cür qarşılaması deyirlər ki, bu bidətdən yuxarı olan şeydir. Sadəcə bidət deyil bu. Yaxşı, niyə şirk deyil, böyük şirk? Çünki deyirlər ki, əvvəla Allah Rəsulü sallallahu aleyhi və səlləm onlara dinlərini yeniləməyi əmr etmədi, təkfir etmədi. Yəni, birincilər nə demişdilər? Kimlər ki, deyir, böyük şirkdir. Onlar demişlər ki, ona görə təkfir etmədi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dində yeni idilər. Bunlar deyirlər ki, kimlər ki, deyir, kiçik şirk idi. Əgər böyük şirk olsaydı, hətta dində yeni olsaydılar belə, mütləq Peyğəmbər sallallahu aleyhi və səlləm onları dinlərini yeniləməyi əmr edərdi. Yəni, dində yeni olsalar belə, bu böyük şirk dinin əslini silir axı. Dinin əslini məhv eləyir. Tohidin əslini silir. Yəni, hətta dində yeni olsa belə, dində yeni olmaq nə deməkdir? Dində yeni müsəlman sayılması üçün insan ən birinci tohidlə girir da dinə, elə deyilmi? Tohidin əsli ilə daxil olur dinə. Və bunlar da tohidin əsli ilə dinə daxil olmuşdular. Nə olsun dində yeni olmaq söhbəti? Nə demək? Dində yenidir, amma tohid var. Yenidir. Əgər böyük şirk olsaydı, nədir? Mütləq Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edərdi onlara ki, İslamlarını yeniləsinlər, tohidini təzələsinlər, la ilahe illallah desin, təzədən dinə girsinlər. Böyük şirk olmadığına görə deyirik ki, deyirlər, kiçik şirkdir. Çünki kiçik şirkə düşmək artıq bu dində yeni olduqlarına görə dinin əslini aradan qaldırmır. Dinin əslini aradan qaldırmır, sadəcə tənbih edib bildirməklə yenədən öz tohidin kamilliyini qayda bilirlər. Və deyirlər ki, həmçinin o şey ki, onun edilməsi əməli olaraq böyük şirkdirsə, onun söz olaraq tələb etməsi də kiçik şirkdir deyirlər. Bu da bir qaydadır. Qayda kimi yəni bu sözü deyiblər. Deyirlər ki, həmin sahabələrin istədiyi şey, yəni sadəcə müşriklərə bənzəmək olduğuna görə biz deyirik ki, kiçik şirkdir. Onların istədiyi müşriklərin etdiyi əməlin özü deyildi. Onlar müşriklərə bənzəmək istəmişdilər. Onların yəni zat-ı anvat olduğu kimi yəni Bənu İsrail istədi, bu da bunlara bənzədi. Bənu İsrailin sözünə bənzədi. Bənu İsrailin sözünə nədir? Bənzədi. Və həmçinin deyirlər ki, ümumən çünki böyük şirkdir deyənlər deyirlər ki, burada Allah Rəsulü oxşartdı axı bunları, böyük şirk edənləri oxşartdı. Deyirlər ki, əslən Bənu İsrailin özü belə əməl etmədi. Sözdən dedilər sadəcə. Müşriklər əməl edirdilər, bəli, ilaha ibadət edirdilər. Musa əleyhissalam yanında olanlar kimir ki, gördülər, şirk əhlini, onlar bəli, ibadət edirdilər ilahlarına, məbudlarına. Amma bunlar ibadət etmədilər, tələb etdilər. Aydın oldu mu? Bunlar da istədilər. Hər bir halda deyirlər ki, burada iki şeyin bir-birinə, yəni bir xüsusiyyətdə, bir cəhətdən bənzərliyi, bütün xüsusiyyətlərdə, bütün cəhətlərdə bənzərməsini, oxşarlığını tələb etmir, vacib etmir, gərəkdirmir. Aydındırmı? Yəni ki, əgər məsələn iki şey arasında bənzərlik edilir. Yəni, Peyğəmbər s.ə.v deyir ki, Bənu İsrailin dediyi kimi dediniz. Yəni, burada oxşarlıq, bənzərlik oldu, elə deyil mi? Bir tayfanı bir tayfaya bənzətdi. Yaxşı,
Kimlər deyir, böyük şirkdir. Şirk əhlinə bənzətmək nə deməkdir? Deməli, siz də onlar kimi müşriksiniz. Bu elm əhli deyir ki, kimlər deyir kiçik şirkdir. Vacib deyil ki, bir məsələdə bənzərlik olanda bütün cəhətdən bənzərlik olsun. Məsələ, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Mudibunul xamri kəabidil vətən. Şəraba aludə olan, şərab içməyə aludə olan bütə ibadət edən kimidir. Aha. Allahın Resulü nə etdi burada? Şərabı içəni bütə ibadət edənə bənzətdi, oxşatdı. Yaxşı. Kimsə qalxıb deyə bilərmi ki, şərab içən müşrikdir? Ona görə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, şərabə aludə olan, yəni şəraba bağlanan, içən bütə ibadət edən kimidir? Kimsə deyirmi ki, şərab içən, hətta bütün günü içsə belə müşrikdir? Əsla heç kəs demir bunu. Yaxşı, burada bənzərlik hansı cəhətdəndir? Hansı yöndəndir? İndi qaydayı yadınıza salın. Bir cəhətdən bənzərlik, bütün cəhətdən bənzərliyi tələb etmir. Aydın oldu mu? Yaxşı, onda deyə bilərsən ki, bəs burada hansı yöndən bənzədir Peyğəmbər sallallahu əleyhi və səlləm şəraba aludə olandan bütə ibadət edəni? Deyirlər ki, necə ki, bütə ibadət edən, o qədər o bütə bağlandığı kimi, sanki onu tərk etmədiyi kimi, sanki az qala ki, heç bu bütə ibadəti tərk etməyəcək. O qədər bağlıdır. Eləcə də şərabə aludə olan, şərabxor olan, şəraba bağlı olan, sanki bu şərabı tərk etmədiyi kimi, yəni necə ki, həmin o bütpərəst bütünü tərk etmədiyi kimi, bu şərabı sən az qala ki, onu kimi tərk etmir. Aydın oldu mu? Hansı yöndəndir bənzərlik? Bəli. Həmçinin Əli radiyallahu anhudan gələn rivayəti də məsələ buna misal vermək olar, gətirirlər ki, deyirlər ki, Əli radiyallahu anhu şahmat oynananların yanından keçəndə deyir ki, nə? Onlara deyir ki, mə həzi təməsil əlləti əntum ləhə akifun. Üzərinə sığındığınız bu bütlər nədir? Yəni, burada da şahmat oynayanları bütlərin ətrafına sığınanlara bənzətdi. O deməkdirmi ki, şahmat oynayanlar müşriklərdir? Yox. Deməli ki, eləcə də orada Peyğəmbər sallallahu əleyhi və səlləmin deməsi ki, siz Bənu İsrailin dediyi kimi dediniz, o demək deyil ki, hətta onlar müşrik olsalar belə, siz onlar kimi müşrik oldunuz. Çünki bir məsələdə, bir xüsusiyyətdə bənzərlik bütün keyfiyyətlərdə, bütün xüsusiyyətlərdə bərabər olmağı gərəkdirmir. Aydındırmı? Bir keyfiyyətdə bənzərlik bütün keyfiyyətlərdə onlarla bərabər olmağı nədir? Gərəkdirmir. Sadəcə təvhidin kamilliyini qorumaq məqsədi ilə Allah Rəsulü belə şiddətlə nədir? Şiddətlə inkar etmişdi. Onları bu işdən çəkindirmək üçün. Yəni, deməli, həmin bu təşbihdən məqsəd də nədir? Yəni, sual verirsə ki, niyə Peyğəmbər sallallahu əleyhi və səlləm bu qədər şiddətli şəkildə yəni, şirk əhlinə bənzədir məsələ? Hətta o əməldən şiddətli şəkildə çəkindirmək üçün. Aydın oldu mu? Çünki belə deyəndə bunun təsiri nəfslərdə daha ağır olur. Ki, bax, mən bunu edən filan kafir kimidir. Bunu edən filan müşrik kimidir. Bu əməldən şiddətli şəkildə çəkindirmək üslubudur bu. Peyğəmbər sallallahu əleyhi və səlləmin bu cür deməyi. Eyni zamanda cavab veriblər ki, deyirlər ki, burada əməlin əmələ yox, sözün sözə olan və yaxud deyilmə tərzinə olan oxşarlığıdır. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm deyəndə ki, qultum kəmə qalə Bənu İsrailli Musa, siz Bənu İsrailin dediyi kimi dediniz, yəni ki, onların etdiyi kimi etdiniz mənasında deyil. Sözün sözə bənzərliyidir. Və yaxud deyilmə tərzinin, sanki onlar bir tərzdə bir şeylər dedilər. Sizin də bu tərzdə bu şeylər deməniz, həmən onların o tərzdə Musaya dediyinə bənzədir. Aydındır mı burada fikir? Yoxsa ki, sizin əməliniz Allahdan başqasına, yəni sizin bu sözünüz Allahdan başqasına ibadət edənin əməli kimidir mənasında deyil. Necə ki, məsələ Allahın Rasulü buyurur hədisdə, İnnəkum sətəravunə rabbakum
Kəmə təravnə həzəl qamar. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, siz Rəbbinizi bu ayı gördüyünüz kimi görəsiniz. Aha. Baxın, ləfsə baxın. Rəbbinizi bu ayı gördüyünüz kimi görəsiniz. Deməli, bu ayı gördüyünüz kimi görün nə başa düşülə bilər. Deməli, o ayın necədirsə, biz Allahı da elə görəcəyik. Yəni, ayın formasında, ayın rəngində, ayın həcmində, ay necə ki, məsələ, səmanın ortasındadır, ulduzların çevrəsindədir. O kimi, çünki deyir ki, ayı görən kimi. Amma burada ayı görən kimidən qəsd nədir? Burada bənzərlik nəyədir? Allahı aya bənzərlikdirmi? Yox, əsla. Amma ləfsin zahiri biraz bunu ifadə edə bilir, elə deyilmi? Ha? Ayı görən kimi. Kəmə təravnə əl-qamar. Rəbbinizi necə ki ayı görürsünüz, o ayı bax, ayı gördüyünüz o ay necədir ha? Rəbbiniz də bax o elə görəsiniz. Hardasa bu ifadəni verə bilər. Amma məqsəd əlbəttə ki, qəti şəkildə bu deyil. Məqsəd odur ki, burada görülənin görülənə yox, görmənin görməyə misalıdır. Aydındırmı? Görülənin görülənə yox. Yəni Allahın aya bənzərliyidir. Görmənin görməyə. Yəni ki, necə ki, siz ayı görəndə, ayı görməyə sizə heç bir maneçilik törətmir. Çətinlik çəkmirsiniz ayın görünməsində. Bədirlənmiş gecədə məsələ, ayı açıq aydın görəndə. Necə ki, sizin bu görmənizə mane olan heç bir şey yoxdur, eləcə də Rəbbinizi görməyə sizə heç bir şey mane etməyəcək, maneçilik törətməyəcək. Demək ki, burada görmənin görməyə olan misalıdır. Deməli, eləcə də bu dəlillərə əsasən deyiblər ki, nədir? Yəqin olaraq onlar böyük şirkə düşməyiblər. Və Peyğəmbər sallallahu onları bənzətməsinin də cavabları deyirlər. Cavabları budur, onlar bu tələbləri, yəni səhabələrin bu demələri əsla deyirlər, böyük şirk deyildi. İstədikləri sadəcə o idi ki, bir ağacları olsun və silahlarını assınlar və onunla Allahdan bərəkət umsunlar. Və yardım umsunlar Allahdan. Allahdan yardım umsunlar, ağacdan yox. Çünki bərəkət və yaxud yardımın birbaşa, yəni bunlar yadınıza salın ki, Huneyn nə idi? Döyüşə gedirdilər. Və bərəkətin və yaxud yardımın ağacdan birbaşa istənilməsi bu nədir? Böyük şirkdir bu. Bu, dindən çıxardan böyük şirkdir. Amma bərəkətin ağacdan məsələ istənilməsi yox, Allahdan istənilməsi, sadəcə ağac səbəbdir deyilməsi, bu kiçik şirkdir. Bu isə nədir? Kiçik şirkdir və çünki nəyə görə dedik ki, böyük şirkdir ağacdan istəmək bərəkəti və yaxud yardımı? Çünki bu ibadəti Allahdan başqasına sərf etməkdir. İbadət, bəli, Allahdan başqasına sərf etməkdir. Bu da dinin tövhid nəslini pozdur, rədd edir. وَمَنْ يَدْعُ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ. Allah təala kim Allahdan başqasına dua etsə və onun buna heç bir dəlili yoxdur və onların hesabı qiyamət günü Rəbləri yanındadır, kafirlər nicat tapmayacaqlar. Deməli, Allah təala Allahdan başqasına dua edəni kafir adlandırır. Çünki ibadətin hər hansı bir növünü Allahdan başqasına sərf etmək, ondan ummaq, ondan istəmək, bu yəni küfürdür, böyük küfürdür, insanı dindən xaric edir. Və bu da o səhabələr barədə əsla düşünülməsi, uzaq bir ehtimaldır. Yəni, mümkün olmayan bir ehtimaldır ki, onlar, hətta dində təzə olsalar belə, ən azından İyyəkə nə'budu və İyyəkə nəstəyin bilirdilər bunlar. Elə deyilmi? Mümkün deyil ki, onlar ağac barədə nəsə bir etiqadda idilər və ondan nəsə kömək, nəsə yardım, birbaşa ondan bərəkət, yox. Qəti şəkildə belə bir şeylər yox idi. Lakin Allahın yanında, məsələ, Allaha dua etmək ağacın yanında, məsələ, bu kiçik şirk ola bilər. Əgər o yeri təzim etsə. Məsələ,
Allaha dua etmək nədir? Evdə, meçiddə, harda olsa. Bu ibadətdir, tohiddir. Allahdan başqasına dua etmək bu nədir? Harda olursa olsun, istər meçiddə olsun, bu şirkdir. Allaha dua etmək hər hansı bir məkanın yanında, qəbrin yanında məsələ, bu bidətdir, həm də kiçik şirkdir. Çünki bu şirkə aparan yoldur. O məkanın təzim edilməsi yönündən. Çünki şəriətin təzim etmədiyi bir məkanı təzim etmək, şəriətin səbəb olmadığı bir şeyi səbəb etmək, biz dedik ki, bu nədir? Ubudiyyə məsələlərində, ubudiyyə halında bu kiçik şirkdir. Və İbn Teymiyyə rahimehullah deyir ki, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm sadəcə yəni müşriklərə sözlərində bənzərliyi, sadəcə sözdə olan oxşarlığı, söz tərzində oxşarlığı bu formada inkar etdisə, yəni səhabələrin belə deyəndə bizə ağac düzəld. Allah Resulü sallallahu əleyhi və səlləm bunu nəyə bənzətdi? Dedi ki, Bənu İsrailin dediyi kimi, yəni söz tərzinin bənzərliyinə görə bu qədər belə sərt şəkildə inkar etdisə, gör o zaman birbaşa Allaha böyük şirk edənlər, birbaşa məsələn qəbirdə istəyən, birbaşa qəbrə qurban kəsən, ona sığınan, ona səcd edən. Gör bunun inkarı necə olar o zaman? Bunun inkarı hansı şəkildə olmuş olar? Bir gün necə ki Allah Resulü sallallahu əleyhi və səlləmi bir nəfər görəndə deyir ki, məşə Allahu və ənt. Deyir ki, məşə Allah və şid. Allah və sən istəsən. Allah və sən istəsən dedi Peyğəmbərə. Allahın Resulü qəzəbləndi. Dedi ki, əcəaltəni lillahi niddən məşə Allah vahdə. Məni deyir Allaha şərik otaq mı qoşdun? Tək Allah istəsə denən. Fikir ver, inkarın üslubuna baxın. Niyə eləyir Allah Resulü sallallahu bu kimi inkarları? Hətta nədir? Tohidin kamilliyi qorunsun. Hətta şirkə qapı açılmasın. İstər kiçik, istər böyük qapı açılmasın. Baxmayaq ki, bu sözdə olan kiçik şirkdir. Allah və sən istəsən. O əsla Peyğəmbəri Allaha şərik qoşmaq istəmir ki. O əsla Allaha aid olan şey Peyğəmbərdən istəmir ki. Allahın heç bir xüsusiyyətini Peyğəmbər sallallahu əleyhi və səlləm nisbət etmir ki. Deyir ki, Allah və sən istəsən, hər hansı bir məsələ. Ona baxmayaraq gör Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Məni Allaha deyir, ortaq mı qoşdun? Məni Allaha şərik mi etdin? Görürsünüz? Necə Allah Resulü sallallahu əleyhi və səlləm belə tohidi qəlblərdə oturması üçün, zehinlərdə, yəni şirkə yaxından uzaqdan yer verilməməsi üçün bu cür Allah Resulünün üslubu idi bu. Bu cür rəddiyə verir. Ona görə də onlara deməsi ki, Bənu İsrailin dediyi kimi dediniz, o deməkdir ki, siz onlar kimi müşrik oldunuz, siz onlar kimi böyük şirk etdiniz. Yox. Bu əsla bu demək deyil. Demək ki, bu yəni Allah Resulünün bu təpkisi bir dəfəlik şirk maddəsini aradan qaldırmaq istəmişdi bununla. Şirk olan şey, yəni hətta yəni öz şeylərini göstərməsin, öz yəni belə deyək, başlanğıcı belə olmasın bu məsələdə şirkin. Ona görə bu cür deyirlər, rəddiyə vermişdilər. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deməli şiddətli şəkildə dedik ki, bu sözdən çəkindirəndə səhabələr və salam bitdi məsələ. Yəni heç əsla yəni bildirildi və qayıdıldı. Tənbih edildi və məsələ bitdi. Məsələ nədir? Məsələ bitdi. Yəni onlardan heç bir əməl çıxmadı. Əgər tələb etdiklərini etmiş olsaydılar, elm əhli deyir ki, o zaman nədir? O zaman şirk ola bilərdi. Hətta baxın, şirk ola bilərdi. Niyə? Çünki biz dedik ki, onlar ağaca heç bir şey nisbət etmirdilər. Necə ola bilərdi? Ola bilər, hansı yöndən kiçik şirk ola bilərdi. Necə? Məsələn, bərəkət uma bilərdilər. O etiqadla ki, bərəkət verən Allahdır. Sadəcə bu səbəbdir. Sadəcə bu ola bilərdi. Yəni, həmçinin bir növ Allahdan başqasında bağlantı hiss olunduğuna görə bu elm əhli deyir ki, kiçik şirkdir. Yəni, deyirlər ki, bizə ağac düzəlt. Sanki hər halda nəsə umurlar. Elə deyil mi? Hətta bərəkət olsa belə, axı Allahdan başqasından umulur bu. Elə deyil mi? Allahdan başqasından qəlb nəsə yönəlir.
Bu baxımdan da deyirlər ki, nədir? Bu kiçik şirkidir. Və doğru görüşdə budur inşallah. Doğru görüşdə budur. Gördüyünüz dəlillərin, yəni qüvvətli olduğuna görə. Dəlillərinin daha güclü olduğuna görə. Böyük şirk olan ehtimal isə bu olduqca nədir? Olduqca yəni zəifdir. Baxmayaraq ki, bəzi elm əhli desələr də. Yaxşı, indi gələk sonuncu məsələyə. Kimlər ki, böyük şirkdə cəhaləti üzürlü görürlər, onlar bu hədisi dəlil gətirirlər. Deyirlər ki, böyük şirkdə cəhalət üzürlüdür. Dəlil nədir? Dəlil Zat-ı Əmvat hədisi. Dəlil də budur. Və buna cavab bir neçə yöndəndir. Əvvəla, birincisi biz dedik ki, bu nədir? Böyük şirk deyildi. Bəli, elm əhlindən bunu deyən var, amma bu doğru görüş deyil. Üzərində icma olmuş bir məsələ deyil ki, bu. Hətta qalxıb deyəsən ki, bax, böyük şirkdə cəhalət üzürdür. Niyə? Çünki səhabələr böyük şirkə düşmüşdülər və Peyğəmbər s.ə.v onları təkfir etmədi. Deyirik ki, yox, xeyr. Onlar böyük şirk onlardan sadir olmamışdı. Hətta gördüyünüz görüşləri, hətta heç şirk etmədiklərini deyənlərin də belə baxırsan ki, rəyləri tutarlıdır. Elə deyilmi? Amma baxmayaraq ki, biz tərcih edirik ki, onların dedikləri kiçik şirkidir. Aydındırmı? Onların etdiyi kiçik şirkidir. Böyük şirk deyildi. Belə olduğu halda bu hədis əsla və əsla böyük şirk edənlərin zahirlikdə üzürlü olduğuna dəlil deyil. Gedib başqa dəlil gətirin. Bu hədis dəlil ola bilməz. Bu birinci yöndən cavab. İkinci yöndən cavab, onlar sadəcə söz dedilər. Sadəcə nədir? Söz dedilər və heç bir əməl etmədilər. Elə deyilmi? Və bunu götürüb əməl edərək Allaha şərik qoşanlara necə qiyas edib bunu dəlil gətirə bilərsən? Elə deyilmi? Onlardan Allahdan başqasına qurban kəsmək, Allahdan başqasına səcdə etmək, Allahdan başqasına təvaf etmək, dua edib çağırmaq köməyə. Belə bir şey çıxdı mı onlardan? Belə bir şey olmadı. Sadəcə nədir? Söz dedilər. Əməl olmadı. Yaxşı, sən bunu götür və bütün günü və yaxud hər dəfə qəbirlərə ibadət edən, Allahdan başqasına qurban kəsən, Allahdan başqasına dua edən, yardıma çağıran, bunlara hansı yöndən dəlil gətirə bilərsən? Bu əsla dəlil ola bilməz. Ona görə bu hədis böyük şirkin cəhalətə üzrlü olmasına dəlil deyil. Üçüncüsü, hədisdə deyir ki, biz nədir? Küfrdə yeni çıxmışdıq. Küfrdə yeni çıxmışdıq. Yəni ki, biz İslamda yeni idik. Yaxşı. Həm bu cəhətdən eyni zamanda sən İslamda yeni olduğunu deyib, üstəlik kiçik şirkə düşdüyünü laf desək belə, bunu sən gətirib, yəni əsrlər boyu, illər boyu, laf belə deyək, ata-baba çevrəsində, hansı ki, atası müsəlman, babası müsəlman, babasının babaları müsəlman, belə bir çevrədə böyüyüb, buna baxmayaraq, qəbirlərə ibadət edən, şirk edənə, necə qiyas edə bilərsən sən bunu? Bunun hansı yöndən yenidir bunun İslamda, yəni? Səhabələr özü deyir ki, dili ilə səhabən özü qeyd edir ki, biz də İslamda yeni idik. Yaxşı, onda bu vəsfi hara qoyursan sən? Sən bu yenilik vəsfini tətbiq elə da, kimə tətbiq edirsən sən? Sən bunu tətbiq edirsən, İslamda yeni yox. İllərdir böyük şirk üzərində qalanlara. Özdə bu tayfa olaraq, yəni şəxsiyyət yox, tayfa gəlirlər məsələ, quburilər, illər boyu qəbirləri təzim edirlər, o qəbirdə əsrlər boyu qalır məsələ, ocaqlar, pirlər məsələ belə deyək. Həmin kəndin, həmin rayonun ibadət ocağıdır. İllər boyu durur və illər boyu bu şirkin üzərindədirlər. Bunların harası yenidir? Sən necə buna tətbiq edib gətirə bilərsən? Yəni, xüsusən də səhabələr, məsələ, həmin o yeni olanlar, o İslamın ki, əhkamları tədricən gəlirdi, düzdürmü? Quran ayələri nazil olurdu, sonra hələ Peyğəmbər s.ə.v zamanında hələ Quran ayələri nazil olmaya davam edirdi. Ayələr bütövlüklə təmiz bitməmişdi hələ. Əhkamlar təmiz bitməmişdi. Deməli, hələ ki, yenilik var idi. Əhkamlar izah olunurdu. Biri digərini izah edirdi. Amma indi, məsələ, artıq Quran-Kərim bütün ayələri nazil olur. Hədislərin bütün deyilən hədislər deyilib Peyğəmbər s.ə.v-lə. Vəhiy adına hər şey deyilib, yazılıb, ortadadır bütün hər şey. Elə deyilmi? Yəni, keçən dəfə dediyim kimi, İslam artıq qədimdir.
Yenilik deyə bir şey yoxdur. Yəni, burada sən götürüb zamanımıza necə tətbiq edə bilərsən bu hədisi? Bu baxımdan da nədir? Əsla böyük şirkdə cəhalətə üzrlü olmasına bu hədis heç dəlil deyil. Dördüncüsü, əgər hər hansı bir sözdə və yaxud hər hansı bir əməldə həm böyük küfür, həm kiçik küfür, həm böyük şirk, həm kiçik şirk ehtimalı varsa, orada artıq dəlil düşür. Ehtimal olan yerdə dəlil ola bilməz. Yəni, bir söz var, məsələ, o söz ehtimaldır ki, böyük küfür də ola bilər, kiçik küfür də ola bilər. Böyük şirk də ola bilər, kiçik şirk də ola bilər. Eləcə də əməl. Elə əməl ola bilər ki, yəni dəqiq hökm vermək orada çətin ola bilər. Ehtimallı ola bilər. Aydın oldu mu? Və belə bir ehtimal olan halda elm əhli deyir ki, artıq qəti sübut aradan qalxmış olur. Ki, buna dəlildir deyə bilməzsən artıq. Aydın oldu mu? Ehtimal olan yerdə. Məsələ, bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm məsələ bax gör, bir sözə görə qullarımdan bəziləri kafir oldu deyir. Hansı məsələdir o? Deyir ki, asbaha min ibadi, özdə qüdsi hədisdir. Allah təala deyir ki, asbaha min ibadi mu'minun bi və kafirun mu'minun bi və kafirun. Deyir ki, asbaha min ibadi mu'minun bi və kafirun. Qullarımdan deyir, bəziləri mənə küfr etdilər, bəziləri mömin oldular. Mən qalə mutirnə bi fadlillahi və rəhmətihi fəzəlikə mu'minun bi və kafirun bil kavkab. Kim ki dedi ki, Allahın fəziləti və rəhməti ilə bizə yağış yağdırıldı, o mənə iman etdi və ulduza küfr etdi. O amma mən qalə binu'i kəzə və kəzə fəzəlikə kafirun bi və mu'minun bil kavkab. Amma kim dedi ki, nə? Filan ulduz vasitəsilə və yaxud filan ulduza görə bizə yağış yağdırıldı, o mənə küfr etdi, ulduza isə iman etdi. İndi fikir verin. Kim desə ki, bizə yağış yağdıran filan ulduzdur, bu böyük küfürdür. Və böyük şirkdir, hətta rububiyyətdə şirkdir bu. Filan ulduzun yağış yağdırmasını demək, təyin etmək, bu rububiyyətdə olan şirkdir, böyük şirkdir. Amma kim desə ki, nə? Yağış yağdıran Allahdır. Bu etiqad o. Amma bu ulduz səbəbilə desə məsələ, bu kiçik şirkdir. Görsəm, demək ki, Allah Rəsulullah burada nə deyir? Allah təala deyir ki, qullardan kimisi kafir oldu, kimisi nə deyir? Mömin oldu. Demək ki, ehtimaldır. Ehtimal olan məsələdə də nədir? Artıq onu təyin edən bəzi ehtimallı şeylərdə onu təyin edən nə olmuş olur? Qəsd, niyyət təyin edir. Bu böyük şirkdirmi, yoxsa bu böyük kiçik şirkdirmi? Böyük küfürdürmü, yoxsa kiçik küfürdürmü? Və lakin heç bir ehtimal daşımayan, açıq-aşkar şirk olan, açıq-aşkar şirk və küfür olan, dinsizlik olan, Allaha qarşı həqarət, dinə qarşı söyünc, lağlağı və böyük şirk və küfürlər, Allahdan başqalarına səcdə, qəbirlərə ibadət. Burada heç bir ehtimal yoxdur. Açıq-aşkar şirkə necə dəlil gətirilə bilər bu ehtimallı olan bir şey, elə deyilmi? Xüsusən də biz səhabələrin o sözlərinin ehtimallı olduğunu götürdük. Ehtimallı olan bir şey, açıq-aşkar bir şirkə necə dəlil gətirilə bilər ki, və sonra deyilə bilər ki, burada cəhalətə nədir? Böyük şirklə cəhalətə üzr var. Dəlil nədir? Dəlil bu hədisdir. Ona görə bu hədisin bu yöndən də heç bir dəlaləti yoxdur və tamamilə batildir. Bu hədisi götürüb böyük şirklə üzrə dəlil gətirmək tamamilə batildir. Və sonra bu fəsillə bağlı məsələlər qalır. Bu da qalsın növbəti dərsə. Allah Subhanahu taala bizləri təvhiddə sabit olanlardan etsin. Allah Azza və Cəllə bizləri şirkdən və ona aparan bütün yollardan uzaq etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmaîn.